Müraciətimin səbəbi ürək nahiyəsində sıxıntı, küt ağrılar olub, narahatçılıqlar olub. Tam qərar verilib ki, açıq ürək əməliyyatı keçirməliyim. Yəni, doktor Vüsal Hacıyevin qərarından sonra əməliyyat olunmuşam. Əməliyyatdan sonra bir gün reanimasiya şöbəsində və reanimasiya şöbəsində bərpa olunduqdan sonra artıq palataya yerləşdirilmişəm. Hər gün müsbət dinamika özüm də hiss eləyirəm, yəni vəziyyətimdə. Vəziyyətim yaxşıdır. Və mən bu işlərlə əlaqədar həqiqi mənada öz ürəkdən gələn sözlərimdir. Klinika haqqında da demək istəyirəm. Universal Hospitalın qurucusuna, bu Universal Hospitalın həkimlərinə, onların orta tibb işçilərinə, texniki tibb işçilərinə, hər birinə ürəkdən öz alqışımı bildirirəm. Allah hər birinə sağlıq versin, əllərinə sağlıq versin. Təşəkkür edirəm.